mənim gözüm sataşdı ki, Narınc xanım da zərflə gəlib. Orada nə var ay Narınc xanım? Verin görüm o vərəqləri mənə, sonra mən artıq DNT testinin cavabını açıqlayım. Bizim bir videomuz var. Zəhmət olmasa videonu təqdim edin. Mən də yaxınlaşım Narınc xanımın yanına. Buradayıq Hüseyin. Mən kəkələyirəm və məni uşaq elə bil ki, 3 yaşından sonra qorxudan əmələ gəldi kəkələməsi. Möhkəm qorxu. Bəli, qorxudan. Nə baş verdi? Elə bil qonşuda diril işlədi. Onun səsindən uşaq qorxdu. Yatdığı yerdə. Yuxudaymış, ayılıb qorxub. Anladım. Ayıldı, qorxdu. Sonra axşama doğru gördüm ki, uşaq kəsə-kəsə danışır sözünü. Sonra bir 5 seans olar ki, getdik laqapedə. O da nəsə kömək olmadı. Bir də onun kəkələməsinin tipini görmək istəyirdim mən müəyyən. Mənə deyə bilərsən, sinifdə uşaqlarınızın adını saya bilərsən? Səid. Kəkələmədən daha çox dayanma sanki, durma, düşünmə. Düşünmə kəkələməsidir. Düşünmə kəkələmə. Sonra var klonik tonik. Səid, Ümid, Hüseyin. Alfa dalğaları maşallah normada 14-ə qədər olmalıdır. Bunda 17-dir. Normadan da çox. Çox zəkalı uşaqdır. Çox zəkalı olduğuna görə bilir ilişəcək, başlayır pauza verməyə. Biz buna düşünmə kəkələməsi deyirik ki, dayanır və deyir, dayanır və... İndi də dayanırmı? Yoxsa elə dayanmadan bülbül kimi ötürmü? Yanımızdadır bizim Hüseyin. Hüseyin, xoş gəlmisən. Gəl. Bəh, Hüseyin yenə anası ilə gəlibdir. Necəsən oğlum? Birinci dəyişimi buradan deyim. Gələn kimi salam. Keçən dəfə gəlib sakitcə belə dayanmışdı. Artıq salam, xoş gəldiniz. Niyə əziyyət çəkmisiniz? Təşəkkür edirəm. Çox sağ olun. Yəqin ki, minnətdaram. Təşəkkür edirəm. Gün o gün olsun, elçi gedəsiniz. Bax, belə xonçalar hazırlayasınız, aparasın. Bəh, şirniyyatlardır. Nə gözəl. Mən öz şirniyyatımı icazənizlə insanlar... Bəli, o zaman bəlkə sən özün bir-iki sual verim, get şirniyyatını payla. Yaxşı mı oğlum? Gəldin, getdin mi kifayət qədər yanlarına? Bəli, 2 ay öncə gəlmişdim. 2 ay öncə, çox gözəl. İndi həmən o dostlarının adını düşünmədən, heç olmasa 5-ini sərasər çəkə bilərsənmi? Ümid, Səid, Hüseyin. Görürsünüzmü? Amma o vaxtı nə qədər düşünmələri var idi. Kəkələmən azalıbmı oğlum? Bəli. Rahatsanmı indi? Bəli. O zaman rahat-rahat şirniyyatını gedib paylaya bilərsən. Əsas odur ki, öz güvəni də yaranıbdır. Buyur, ged orada, çalış ki, hamıya çatsın. Mən də onda Narınc xala ilə bölüşərəm şirin payımı. Anası daha dəqiq bilər, çünki kənardan müşahidə edir. Nələr dəyişdi Hüseyində? Əvvəlcə hamını salamlayıram. Başda Xəzər TV-nin rəhbərliyi olmaqla hər kəsi təşəkkür edirəm. Təşəkkür. Narınc Psixologiya Mərkəzi və onun işçi heyətinə çox böyük təşəkkür edirəm, minnətdaram. Yəni, çox gözəl nəticə əldə etmişik. Gözünüz aydın olsun. Çox sağ olun. 2 aydan da hətta tez bir zamanda nəticə əldə etdik. Biz xatırlatmanı verdik. Drill səsi gəlmişdi, qorxmuşdu və kəkələməsi başlamışdı. Biz isə bunu ən Ay, bravo, bir buna baxın. Mən yaşıl rəngi onsuz da sevirdim. Biraz da inanclı adamam. İslam dininin rəngi idi deyə ümumiyyətlə yaşılı sevirdim. Amma artıq yaşılı sevməmə heç bir səbəb yoxdur. Çünki sağlam beyin yaşıl rənglə ifadə olunur. Çox gözəl. Narınc xanım, nələr etmişik? Nələr etmişik? Bizim oğlumuzun 11 yaşı var. 3 yaşından bəri. Maşallah, ikinci mərtəbəyə də qalxdı. Eşq olsun sən. Artıq özgüvəni də qalxıb. Çünki kəkələmə ən çox uşaqlarda özünə güvənsizlik, sosial problemlər, maşallah, intellektual inkişafı gözəl, amma o içindəki brilyantı üzə çıxarda bilmir. Bunun üçün də zərin qiymətini zərgər bilər, balamın özünə güvəni qalxdıqca artıq onu göstərə bilir. Kəkələməsi şükürlər olsun, yaxşıdır. Yenə də nəzarətimizdə saxlayacaq balama. Əsas bizim məqsədimiz odur ki, həm gözəl kəkələməsindən nəticə alaq, həm də qalıcı nəticə alaq. Çünki kəkələmə çox çətin problemdir, nə mənada gedib qayıtma xüsusiyyəti vardır. Onun üçün də bu aparatın köməyi bizə onu edir ki,
xüsusən keçən səfər izah etmişdim, alın gicgah nahiyəsi bizdə danışıq mərkəzidir. Onun həmin o hissədə belə də dalğalarda yüksəlmələr var və bu spazm deyirik. Bunlar çox yüksək, elə bir qığılcımlar var. O şimşək çaxır və hər şimşək çaxanda nitqində tutulmalar yaradır. Bax, o qırmızılar şimşək çaxmalardır. Görürsünüz burada. Nə qədər şimşək çaxırmış orada. Görürsünüz nə vəziyyətdədir. Bax, o şimşək çaxırmış. Bəli, qırmızılar çox ağır olan vəziyyəti göstərir, sarılar nisbətən ağır göstərir. Və biz bunları yaşıllaşdırdıq. Yəni bu çaxmalar, ildırım çaxmaları artıq sönməyə başlayır və bu zaman tutulmalar Gəl bura Hüseyin, ver operator əmiyə də. Maşallah, o balaca qutuda nə qədər? O iki dənə də operator əmi qaldı. Biri orada, biri orada. Onlara da pay ver, gəl bura. Ver mənə. Ver mənə. Ver. Ver. Yox, ver, eybi yox. Gəlirəm. Hara qaçacaqsan? Hara qədər qaçacaqsan? Ver mənə. Baxın. Görürsünüz bunu? Deyir ki, məni unuttun. Hüseyin, sən Allah birini gətir ver, sonra məni pis çəkər. Mənim payımdan. Bax, dilinə pay çıxmasa yaxşıdır. Mənim payımdan yeyirsən. Gördünmü? Bax, mən yazıq düz bölmüşdüm də, hamıya çatdı, sənə çatmadı. Özümə götürüm, birdən mənə qaldı. Necə çəkirəm? Sən bizi belə çəkirsən, eləmi? Ay, sağ ol. 2 dənə ver. Yoxdur ye. İkisini də götürdü. Lazım deyil, mənim bir qutu varımdır. Mən onu komandamdan yuxarıda yeyəcəm. İndi təbii ki, bizə pənah gətirənlərə də oradan pay verəcəyik. Narınç xanım, əla. Ürəyinizə qurban. Heç kimi diqqətdən kənar qoymursunuz. Çox sağ olun. Hər kəsi mən də tez götürdüm. Düz etdiniz. Belə fürsət əldən verilməz. Amma sizin həqiqətən hər uğrunuzda burada bir bayram ab-havası yaşanır. Bu uşaqları çox tez-tez, belə deyim də, möcüzəvi aparatlarınızla, biliyinizlə sağaldın, valideynlərin üzlərini güldürün ki... Ana ilk gələndə hiss etdinizmi? Hüseyin, da bəsdir, gəl bura. Yox, allergologumuza versən Allah, sonra mənim allergiyan falan tutar müalicə. Aydınxan müəllim, unutma. Ümumiyyətlə, bu hallarda... Mən başa düşmürəm, niyə kişilər 2 dənə? Hüseyin, gətir bura, mənim komandam qaldı. Ay, sağ ol, bəsdir. Çox ləzzizdir, çox sağ olun. Dəyməz. Təşəkkür edirəm. Sağ olun, amma əsas odur ki, boldur, bərəkətlidir, hamıya çatdır. Şeyimizin gözəl nəticəsi ananın üzünə də o işığı saçıb. Anamızın ilk gələn videosuna indi fikir verdim. Siz qaxdan gəlmişdiniz, yoxsa hardan? Biləsuvarlıdır. Biləsuvardan, bütün Biləsuvara salam olsun, bəli. Çox getmişik ora. Allah, Narınç xan, biz o zaman... Balamı yaşıllaşdırıb, başını qəşəngcənə, müalicəmizdə inşallah hər zaman əlimi üstündə olacaq, gözəlcə. Çox gözəl. Tam ürəyimi istəyən kimi dilini gözəl görmək istəyirəm. O IQ-su necə yüksəkdirsə, inşallah gözəl, yaxşı universitetə girəcək, biz də baxa fərəhlənəcək, yəqin bizi unutmaz. O vaxtı da şirniyyatın gözləyirəm. Mütləq. Amma onda Jaləni də unutmayın, əziyyəti çəkən o şirniyyatsız qaldı orada. Mən sənə verərəm öz payına. 2026-ya yeni dillə girdi. Əla, siz mənə bunu söz vermişdiniz. Bütün sözləriniz kimi bunu da tutdunuz. Uşaqlarınızın kəkələməsi, psixoloji problemləri, autizmlə bağlı hər hansı bir narahatlığınız varsa, mütləq yaxınlaşın Narınç Psixologiya mərkəzlərinə. Təşəkkür edirəm sizə Narınç xanım. Hüseyin, Biləsuvara salam deyərsən. Çox sağ ol. Hüseyin. Ay Hüseyin. Nə olar, getməmişdən bunu orada səni çəkən qıza apar ver Jalə xalıya, oradan gedərsən, yoxsa ürəyimdə qalar. Bu xasiyyətindən boşdur, bəli, bunu apara bilərsən.